Bugün biz Qəbələ rayonu Bum qəsəbəsinin şəhidi Heydərov Adəm İkramoğlunun 5-ci il dönümü mərasimi münasibətilə gəlmişik Göyçay rayonundan. Burada şəhidimizin ev muzeyini ziyarət edirik və məzarı da ziyarət edəcəyik inşallah. Şəhid ailəsinə və yaxınlarına səbir diləyirik. Şəhidimizə Allah rəhmət etsin və ruhu qarşısında baş əyirik. Allah bütün şəhidlərimizə rəhmət etsin və ruhları şad, məkanları cənnət olsun. Allah qazi qardaşlarımıza şəfa versin, sağlam həyata qovuşsunlar. Əziz izləyicilər, izləməkdə qalın, diqqətiniz üçün təşəkkür edirik. Qəhrəman oğullarımızdan biri də Adəm İkramoğlu Heydərovdur. O, ordu sıralarına könüllü qatılan el oğlumuzdur. Onun şəhadətindən 5 il ötdü. Şəhidimizin anım tədbirində ailə üzvləri, yaxın qohumları, şəhid ailələri, qəsəbə sakinləri və ictimaiyyət nümayəndələri iştirak etmişdi. Öncə şəhidin ruhuna Qurani Kərimdən ayə oxunub. Daha sonra ilahiyyatçılar şəhidlik mövzusunda çıxışlar edib. Bütün şəhidlərimizin ruhlarına hədiyyə edirik. Sən şəhidlərimizin ruhlarını şad eylə. Yüksəldikləri məqamlarında onları baqi eylə. Və əziz şəhidlərimizin geridə olan dəyərli səbirlər və xeyirli ömürlər nəsib eylə. Allahım, nəsib eylə. Allahım, dini və vətəni yolunda, suda, quruda və havada vətən xidmətində olan, burada canından keçməyi gözə alan qazilərimizə sağlıq, səhət, şəfalar və səbirlər ihsan eylə. Həmçinin hal-hazırda ön cəbhədə düşmənlə üz-üzə vətən keşiyində duran bütün əskərlərimizi də namərd düşmən gülləsindən mühafizə eylə. Amin. Və selamun aləl mürsəlin. Vəlhamdülillahi Rabbil aləmin. Dualarımızın qəbulu üçün, əziz şəhidlərimizin ruhları üçün, xüsusilə Allah rizası üçün. El-Fatiha. Cümləmizin üzərində olsun. Əziz dəyərli, elimizin, obamızın gözəl insanları, şəhid sevər insanlar. Əziz qardaşımız, şəhidimiz, könül döyüşlərə qardaşımız Heydərov Adəmi uca Allahın hörmətinə anırıq. Allah yaxınlarına səbirlər, gül nəsib eyləsin. Anası Zeynəb anaya, sevdiklərinə, yaxınlarına bir olan səbir neymətini arzulayırıq. Neymətli bir insan səbir edə bilərsə, Allahın vermiş olduğu neymətlərin içində insanı ayaqda saxlayan, insanı yıxılmağa qüdrət dua niyaz edirik. Mən çıxış üçün sözü şəhidimizin atası, əziz atamız İkram ataya vermək istəyirəm. Şəhidini sevən hər bir kəsə minnətdardır. Allah hamımızın canını sağ eləsin. Bütün şəhidlərimizin məqamı uca olsun. Sonra da hamı deyir ki, şəhid eldən getdi. Şəhid eldən getmədi. Şəhid evdən getdi. Sağ olun, uzaqdan gələn, yaxından gələn qonaqlar. Allah canınızı sağ eləsin. Və bunu da əməldə göstərməkdir ki, bu da ən gözəl duyğulardan biridir. Sözü şəhid atası Cəlil ataya verilən Xeyir bəyin atası. Buyur atacaq. Mən də təşəkkür edirik. Hər vaxtınız xeyir olsun, hörmətli tədbir iştirakçıları, əziz və böyüyən şəhid valideynləri, çox hörmətli bu cəmatı, əziz qəbəllər, əziz qonaqlarımız, əziz şəhidlər, vətənsevərlərimiz. Uca Allahın salamı ilə Qəbələ şəhid valideynləri adından hər birimizi şəhid balamız Adəm Heydərovun şəhadətinin 5-ci il dönümündə salamlayıram. Sizlərə Allahın gözəl günlərini arzulayıram. Şəhidimiz bir iki şəhidimizin anım tədbiridir. Zeynallı Əsəd və Adəm balamızın dünən şəhid balamız Məhəmmədin mövludu idi. Allah bütün mövludu olan şəhidlərimizin mövludunu öz dərgahında qəbul eləsin. Biz də Adəm balamızın, Əsəd balamızın, eləcə də Qəbələ şəhidlərin ruhu timsalında Azərbaycanımızın bu vaxta kimi şəhid düşmüş vətən oğulların, vətən şəhidlərinin ruhu qarşısında baş əyirik.
atalarına, İkram ata başta olmakla, Zeynep'e başta olmakla, bütün şehit valideynlerine Allah'tan sabır ve dözüm diliyirik. Hem de böyle şehit valideynler adından da hürmetli ziyaretçilerimiz, Allah ziyaretinizi kabul eylesin. Gelen ayaklarınız var olsun. Mehman Efendi, Salih Efendi başta olmakla Qəbələmizin bütün şehitsever dindarlarına teşekkürümüzü bildiririk. Qəbələ yazarlarında başta Emin Müəllim, Mir Həsən Müəllim olmakla bütün yazarlarımıza şehit valideynler adından teşekkür ederiz. Nasıl ziyaret eden şehit teşekkürümüzü bildiririk. Danışmağa söz çoktur ama reglamentə də əməl eləməliyik. Mən bir şəhid balamızın adına bir şiir yazmışam, daha doğrusu elə onun ünvanında, onun ruhu timsalında onun istemişəm ki bizim dinləyicilərə çatdırım. Şəhid Heydər Ağadəmin 5-ci il dönümünə atan səni deyib gündən axdır gözünün yaşını Adəm, dərddən qəmdən yol itirib getdikcə başını Adəm. Eldə doğrulsa da hayını hayda görünmür, bir daha nişanda, toyda 5 ildir başına, hər gün dağ boyda salır sənsizliyin daşını Adəm. Girənlər olsa da hey dondan dona, değişen görmedim donunu dona, bir hakkın itiren görende ona ağardır gözünü kaşını Adem. Sen giden yollara zilleyip gözün, fakat çaktırsa da herkese sözün, eksini görende itirip özün, cemede bilmeyir huşunu Adem. Herden bulut kimi gözü dolsa da, çiçektek sarılıp gültek solsa da, dərdinə hər dərddən ağır olsa da şiddət gətirir, gəlir öz döşünü Adəm. Kim şəhid qəbrinə gül çiçək düzür, ora qartal kimi cəlil də süzür. Görürəm həsrətim gün-gündən üzür, uca dağ boyda bir kişini Adəm. İslam nə təqdim başınsa bir dərddir ki, baş sağ olmaqla ortaya bir şey gəlmir. Allah dərdimizi azaltsın. Bir daha mən sənin şəxsində, Zeynəb ananın şəxsində, ananızın şəxsində bütün ailə və nəsil şəhid ailələri adından mən deyirəm Allah dərdimizi azaltsın. Başınız sağ olsun ki o evlatları bəli bu 5-ci il dönümdür, belə geçsə gələn il 6-cıda bundan da azı olmam. Amma fəxrlə sağ ol ki o plakatlarla gəldi, o cəmaata təşəkkür edirik. Ama o kadar da derine gitmek lazım değil. İşi olan olur, gücü olan olur. Bak təmənnasız gəliblər. Sağ ol deyirik. Ne kadar bölgəli bir insana zəhlər gəldi ki, kardeş ben çatdıramadım. Balamın ruhunu Allah şad eləsin. Biraz sabır eləmək lazımdır. Sabır Allah'tan gelen bir şeydir. Biz de Allah'a bağlı insanlarız. Allah bir daha her birimize can sağlığı versin. Allah elimizi, obamızı şəhidlərlə sınamasın. Biz her şəhid evladımız şəhid gələndə en büyük arzumuz o idi. Ya Allah bir daha bir kapıyı şəhid gəlməsin. Lazım deyil bəzi şeylər ikən. Bir qardaş kimi tövsiyə edirəm. Efendim sağ olun. Göyçay'dan ben İsmail Zeki, Kanal TV olarak geldim. Şehidimizi ziyaret ettim. Ruhu şad məkanı cənnətli olsun. Anamıza səbir və dozum diləyirəm. Yaxınlarına, ailəsinə səbirlər və dozumlar diləyirəm. Danışmaq mənim üçün çox çətindir. Mən buradan bütün şəhid valideynlərinə səbir arzulayıram. Burada hamısı mən baxıram ki, şəhid sevənlərdir. Hər bir kəs ki, şəhidin sevir, Allah təala onu sevsin. Mən buradan bir də hərbidə olanlarımızın, əskərlərimizin, zabitlərimizə can sağlığı arzu edirəm. Hər bir kəs hərbi xidmətdədir. Mən arzu edirəm ki, sağ-salamat qayıtsın, gəlsin atasının, anasının üstünə. Allah bir daha hamımıza səbir versin, ömür versin. Çox sağ olun. Allah razı olsun. Emin müəllim, buyurun. Hamıya salamlayıram hamıya. Bütün şəhid valideynlər qarşıda baş əyilər, ruhlar şad olsun.
Bugün biz Adem babanın ışığına yönüşmüşük. Bəli. Bu ışığı Allah söndürmesin. Bu şehitler nurdur, ışıktır. Biz çalışak, hemşe çalışak ki bu ışıkları söndürmüyor. Biz koruyup şehit valideynleri. Ondan bizden bayattık ki ilham aldılar bunlar. Analar danışırdı, oradan adam çok olurdu. Bir balda qida alınır da. Vaxtını çok aldıran, ben de Adem babamıza, benim şagidim kimi, aziz komşum kimi 5. şehri de onun icazə versin, vaxtını almışam okuyor. Deyilir sana, dövüş meydanında gösterdin hüner, katil Ermeninin durup qəsdine. Ben günü dilimiz lal oldu dine bilmedik, göz yaşıyla suvarıldı köhremiz, hoş sözü şiksekle güle bilmedik. Zeynep ona dözemedi bu derde, kara saçı döndü bir anda kara. İkram ata itirdi ünvanını, felek onu çekti bir anda dara. Hamı senden değil danışırdı Adem, şehit adın dilde ezber olubdur. Həsretin bizlere acı olsa da şirin katireler yadda kalıptır. Üç renkli bayrağı ucatsız göğe, zafer bayrağı kirilik biz. Hakkımız yoktur ki unutak sizi. Bu zaferi şeklimiz. Bütün şehitler ruhu şad oldu. Baş eylemamızın ruhu karşısında. Çok sağ olun, teşekkür ederim. Qəhrəman, adsız qəhrəman, qarşısında yığılıb diz çöküb titrər. Şükür sənə tərəfə dolandı dövran, daha nə itirsə düşmən itirər. Gözünü yummadı soyuq səngərdə, gecələr bizim də yuxumuz azdı. Sən ey Fatih oğlu, sən ey sərkərdə, şəninə min dastan yazsam da azdır. Şəhid Adəm dayımdan məktub. Bilirəm, gözlədiyim kimi gəlmədi. Ana, heç sən də gözlədiyim kimi qarşılamadın. Gülmədin, öpmədin, qucaqlamadın. Amma nə yalan deyim, tabutuma sarılıb ağlayanda sanki elə həmin an ruhum bədənimdən çıxdı. Bayrağa toxunma, qoy o dalğalansın. Məni öz örpəyinə bük ana, ətrin məndə yol yoldaşı olsun. Atama da de, üzülməsin. Şəhid ataları nə qədər məğlub görünsələr də, tək qalanda ağlayır, gözlərindən səssiz atır. De, arxamca bütün şəhid ataları eyni cür baxır. Ama Allah'ım varlığından doymadım. Sınır işten doyum da başlamadım. Yemele olduğunu doymadım. Doyarken ruhumuza bir dede. Adem dayı o dünyaya bir dede. Şehit balam o dünyaya bir de Adem'den sonra. Analar ağlar qaldı, neçə ürəklər yandı. Tarixin yadda qaldı, cavan şəhid balalar. El Azərbaycandır, sizləri şəhid sandı. Ləqəbin qəhrəmandır, cavan şəhid balalar. Dök əllərinə al şəklini, ah çəkib ağlama şəhid anası. Dizlərin üstünə əyib belini, sellər tək çağlama şəhid anası. Baxırsan gəldiyi cığıra üzə, kuzu otardığı çəmənə düzə, yaralı könlünü ey üzərsə, dünyanı dağlama şəhid anası. Olsun, çok sağ olun, var olun. Ben şehidimizin anası Zeynep Hanım'a söz vereceğim. Buyurun hocam. Salamlayıram. Herkese öz təşəkkürümü bildirirəm. Dərdimizi dərdi bilib, bugün yanımızda olanların hamısına çox sağ ol deyirəm. Şəhidi ziyarət eləmək insanın içindən, qəlbindən gəlməlidir. Kimsə deyib, çağırıb olan bir şey deyil. Allah gələn hər kəsdən razı olsun. Nə bilim, Adəm sentyabrın 28-i İsmail'la hakimi dəfn eləyib 29'u cədliyə gedən oğlan. Mənim çox çətin. Herkes deyir ki 5-ci il bəlkə də günlər içimizdə ufaqdır, çoxdur, daha yaddır. Ama
analar için 5 ilin həsrətidir. 5 illik həsrət. Herkese çok sağ olun diye. 5 yıl yanımızda olanlar var. Çok insanlar geldi, çok insanlar gitti ama aynı bu acı günlerde yanımızda olanlar, çok itibar olanlar oldu. Onlara teşekkür ediyorum. Sağ olun. Salam, xeyir olsun. Allah ziyarətimizi qəbul eləsin. Allah Adəm balanın ruhunu şad eləsin, məqamını uca eləsin. Onun timsalında bütün şəhidlər, oğullarımızdan ruhunu şad eləsin. Mən İkram qardaşdan bilmirəm, ay böyüyəm nəyəm. Amma İkram qardaşa bir kəlmə söz demək istəyirəm ki, sən Adəmi göndərmədin. Mənə deyirdilər ki, sən oğlun hərbiçilik edir. Amma sən oğlu neynənsə kəndirqini saxlaya bilməz. Deməli, o istək, sevgi onun qəlbində var idi. Allah da onu sizə verəndə bu məqama ucatmaqdan ötər vermişdi. Ona görə də heç kimdən, heç nə, Allah qatında bizim balalarımızın yeri ali olsun, uca olsun. İnsanlar dəyər verməsə də olar. Verənlər verir, verməyənlər. Bugün mən saat 6-da Bakıdan çıxmışam. Deməli, mənim qəlbimdə bu yanğı var deyib mən çıxmışam, İkram qardaş. Amma o eləsi, o hiss keçirmirsə, yanımızda olanlar sağ olsun. Bir de onu deyirəm, heç kimi heç nə demirəm. Çox sağ olun, var olun, təşəkkür edirəm. Allah ordumuzu, millətimizi, dövlətimizi qorusun. Amin. Allah'tan da dözüm istəyirəm bu analara, atalara, bacılara, qardaşlara. Yanımızda olanları da Allah şəfayətin balalarımızı onlara da nəsib eyləsin. Allah ruhlarını şad eləsin. Teşekkür edirik, Allah razı olsun. Biz də sizə təşəkkür edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhu şad məkanı cənnətli olsun. Allah razı olsun. Çok sağ olun, var Bizim olun. vəzifə borcumuz. Herkesi şehit Adem Heyderov'un adına salınmış parka davet edilik. Orada uşaqlar gözləyəcəkdi. Herkes olacaktı. Ali hocam. Peki benim diye bilmediğim şeyler varsa her şey. Allah can sağlığı versin. Hamımızın elinden öpürük. Bağrımı verene kurban. Her şey qaydasındadır. Olan şeydir. Əsəbi olabilir insan. Biz sizi çok istiyoruz. Siz bizi istiyorsunuz mu? Allah razı olsun. Şehit Ademimiz, Sahil Şirinovumuz, Vasifimiz, İkram kardeşimiz, Təbriz kardeşimiz, diğer şehitleriniz de var. Unuttum 4'ün adı, 5'in adı yadımda kalıp. Her birini, 1. Qarabağ, 2. Qarabağ, aprel döyüşü fərq etmir. Her birini uca Allah'ın rəhmətini anırıq. Allah məqamlarını, uca yerlerini cennet eləsin. Allah sizlere can sağlığı versin, xeyir işlerde. Allah rızası üçün əli. Fatiha. Allah rahmet ile cennet olsun. Adem'le beraber şehit olan Əsəd kardeşimiz, Azər kardeşimiz başta olmakla bütün şehit kardeşlerimizin mübarek əziz ruhu için Allah rızası için el-Fatiha. Değerli cemaatimiz, hürmetlilerimiz, Adem'i seven şehit Adem'in ocağına ve hakikaten onun adına salınmış bu güzel şehitler parkına yığılışan, şehitler xiyabanına yığılışan değerli insanlar, gelin sizlerle birlikte aziz kardeşimiz, şehidimizin, şehitlerimizin aziz, müqəddəs, pak ruhlarını bir dakikalık sükutla yad edeyim inşallah. Allah rəhmət eləsin, məqamı, məkanı uca olsun. Çıxışı ağsaqqallarımıza, aparızlarımıza verib mən icazə istəyəcəm və istəmədən öncə də atadan icazə almışam. Hər kəsi, burada olan hər kəsi, çöldə, bayırda hər kəsi şəhid qardaşımızın ata heyətinə, İkram atanın heyətinə dəvət edirik. İnşallah tədbirdən həmən sonra. Əzizlərimiz, dəyərli insanlar, əziz insanlar, Erzuman dayı, zəhmət olmasa, Fali Məmmi Yevlaqdan zəhmət olmasa, bir də Çingiz dayı buradaydı, zəhmət olmasa, Şəfili Çingiz dayı buradadır mı? Zəhmət olmasa. Bir anda şəhid olurlar, aylar sonra tapılıb mübarək nəşi vətən öz yerlərində, öz yurtlarında torpağa tapşırırlar.
Hər birinin dərdi eynidir, ağrıları eynidir, acıları eynidir. Allah sizin hər birinizə səbir versin, dəyərli atalarım. Siz hər zaman başınızı dik tutun, çünki sizin evlarınız var ki, o daim zirvələrdə davam edilər. Amma unutmayaq ki, onlar bayraq oldular, enmədilər, güneş oldular, ölmədilər. Məqamları uca, yerləri cənnət olsun. Mən hər dəfə bizim də bir öyrətmənə ehtiyacımız. Xeyirlisi ilə balalarınızın, nəvələrinizin xeyirlisi ilə bax, durasınız belə tribunalarda. Xoş gününə, xeyir gününə dua verəsiniz. Hər birinizə təşəkkür edirik, Allah razı olsun. Bəli, çox sağ olun. El bilir ki, sən mənimsən, yurdum, yuvam, məskənimsən. Anam, doğma vətənimsən. Ayrılar mı könül candan, Azərbaycan, Azərbaycan. Mən bir uşaq, sən bir ana. Odur ki, bağlıyam sana, hangi səmtə, hangi yana. Ey utsam da, elim, günüm, yuvam sənsən. Azərbaycan, Azərbaycan, Azərbaycan. Bəli, adının sonu can olduğu üçün bu qədər müəllim yekunlaşdırar, hər kəsi evə dəvət eləyər inşallah. Buyurun. Sağ olsun. Yenə də Allah şəhidlərimizə rəhmət eləsin. Amma bir şeyi yadda saxlayın ki, hər birimiz. Mən bugün baxıram, Doktor kənd cəmiyyətinin içində Şən Qardaş məndən əvvəl bir söylü deyib. Zaten önde durdu. İşte seçildi. Aynen. Sana ilgiliğine yerden kalırsan. Senin eyle başını. Şehitler ölmezdi. Şehit anası. Yuma gözyaşınla mezar taşını. Şehitler ölmezdi. Şehit anası. Ucaltdı bayrağın Qarabağında. Qorudu vətənin daşın dağında. Qoymadı torpağın yad tapdağında. Şehitler ölmezdi. Şehit anası. El kimi diyerek sözünü geçti. Bürüyüp bayrağa özünü geçti. Çevirip cennete yüzünü geçti. Şehitler ölmezdi. Şehit anası. Çok şükür azaddır vətənim. Vansın yaşasın yeni doğdu. Şehitler önünde fəxrlə durdu. Şehitler ölmezdi. Şehit anası. Bizim borcumuzdur anıp yad etmek. Bununla onların ruhun şad etmek. Düşmene yaraşır məhv olup gitmek. Şehitler ölmezdi. Şehit anası. Yerde kalmayacak tökülen kanlar. Bizden can alanın yanacak canı. Kimse bölebilmez Azerbaycan'ı. Şehitler ölmezdi. Şehit anası. Allah şehitlerimize rahmet eylesin. Adem dayımın ruhuna salamlar olsun. Şimşəklərdədir, Qarabağda nəsər kürəklərdədir, həsədli, ümidli ürəklərdədir, çox matəm saxlama şəhid anası. Nə deyim, nə yazım, qələmin donur, İlhamın dünyası odlanır yanır, sənin dözümündən yanılar sınır, qara şal bağlama şəhid anası. Allah bütün şəhidlərimizə rəhmət eləsin, Adəm dayımın ruhuna salamlar olsun. Ana 18 yıl böyüttü oğlunu. Zaten 18 ay koruyabilmedi. Her gün, her gece gözledi onu. Oğul bir daha dönebilmedi. Neçə evin çırağı söndü. Çok körpə atasını görebilmedi. Ananın həmzə rəhmət eləsin. Adəm qadamın ruhuna salamlar. Vətənə canımsan, anamsan dedi. Cumdu cəngavər tək düşmən üstünə. Nə qanda Ataya və Zeynəb Aynaya səbir diləyirəm. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Vətən səni səslədi. Qartal tək öndə durdun. İlk döyüşdən seçildin. Düşmənin belin qırdın. Ağdərə qartalısan. Adın düşmür dillərdən. Hər an yerin görünür. Söhbət atırıq səndən. Ovundura bilmirəm. Heç cür ikram atanı. Ürəyimə o düşür.
ordumuz, aldık sarsını, galip ordumuz. Torpağın yağıya qalmasın deyə, düşmənin başına odlar elədi. Niyə torpağıma soxuldum deyə, neçə ermənini qana verədi. Yaman tez itirdik biz sənə Adəm, gözündə ən uca göründü vətən. Bu yurtda oğul deyib vətən, güvəndik sənə, bu yurtda məhəbbət vardı qəlbində. Əziz həmvətənlər, salam deyirəm hamınızı, əskərlərimizə salam deyirəm. Şəhid adı gələndə şəhidlər bizim ürək ağrımız, nisgirimiz, kədərimiz, bir yandan da sevincimiz, qürurumuz, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Bugün Adəm Heydarovun anım günüdür. Tək bir Adəm yox, mən istərdim ki, qəsəbəmizdə 7 şəhid uyuyur. Onlardan biri də itki düşübdü. Bu 7 şəhidimizin xatirəsini anaq, onların ruhu qarşısında baş əyək. Birinci Yaqubov Təbriz Abuzəroğlu, Umarov İkram Maçaloğlu, Quliyev Bəhruz İbrahimoğlu. Bir şəhidimiz Elinde bayrak dedi ya ölüm ya Qarabağ. Vermedi düşmene o bir karış torpak. Dedi ya ölüm ya Qarabağ. Balan seninle fəxr eləsin, atan anan qəm yeməsin. Başını uca tutup desin, nur üzlü şehidim benim. Kanıyla canıyla tarih yazan, canı bahasına torpağı alan, o cavan hayatı yarıda kalan, nur üzlü şehidim benim. Canıyla kanıyla tarih yazan, canı bahasına torpağı alan, o cavan hayatı yarıda kalan, nur üzlü şehidim benim. Nur üzlü şehidim benim. Koy bacın oxşasın səni, güllə bəzəsin.